Salam, bugün iki məsələnin həllinə baxırıq. Normal otaq temperaturunda germaniumda keçirici elektronların konsentrasiyası N-yə verilir. Germaniumun sıxlığı molar kütlə məlumdur. Və bu keçirici elektronların sayının ümumi atomların sayına nisbətini tapmaq lazımdır. Bunun üçün hansı düsturlardan istifadə edəcəyik, onları yazırıq. Birinci, konsentrasiyanın düsturundan istifadə edirik. N-yə bərabərdir. Bilirik ki, konsentrasiya zərrəciklərin sayının, bu halda elektronların sayının həcmə nisbətidir. Həmin həcmdə olan elektronların sayının. Buradan o elektronların sayı bu hasilə bərabər olacaq. Yəni buradan N-yə bərabərdir. Konsentrasiya vurulsun həcm. Bu birinci. İkinci istifadə edə biləcəyimiz ifadə maddə miqdarının ifadəsidir. N-in Na-ya nisbətinin M böl mü olduğunu bilirik. Və burada biz həm də M-in rho-v olduğundan istifadə edəcəyik. Sıxlıq və həcmə bərabərdir. Kütlə sıxlıqla həcmin hasilinə bərabərdir. İndi buradan N-i tapsaq, üçüncü, N bərabərdir. M kütlə molar kütləyə nisbətinin Avogadro ədədinə hasili. Yerinə rho-v-ni yazsaq, olacaq rho-v bölünsün molar kütlə vurulsun Avogadro sabiti. N üçün ifadəni aldıq. Burada yerinə yazırıq. Bu ümumi sayı idi. N-y bölünsün N ümumi bərabərdir. N-y'nin əvəzinə burada almışdıq N-y və ümuminin əvəzinə də bunu yazırıq. Rho-v bölünsün molar kütlə vurulsun Avogadro sabiti. V-lər söhbət eyni həcmdən getdiyinə görə V-lər ixtisar gedəcək. Molar kütlə yuxarı qalxır. 2 qat kəsirdən azad olmaq üçün alınır N-y vurulsun molar kütlə bölünsün rho vurulsun N Avogadro. 4 fiziki kəmiyyətdir və 4-ünün də burada qiymətləri var. Yerinə yazıb hesablayanda 6,7 vurulsun 10^-10 alınır. Bu birinci məsələmizin həllidir. İkinci məsələmiz, bu daha rahatdır. Burada masanın üzərindəki gölməçədə olan su 1 saat ərzində tamamilə buxarlanır. Gölməçənin səthinin sahəsi, dərinliyi verilir. Suyun molar kütləsi və sıxlığı var. 1 saniyə ərzində su molekullarının sayı, buxarlanan su molekullarının sayı soruşulur. Verilənləri bir də yazmaq istəmirəm. Orada seçilir, görünür. İşarələrini üzərində yazın. Bilməyənlər üçün bu səthin sahəsidir S. Dərinliyi H-la işarə eləyək. Bu molar kütlədir. Bu isə sıxlıq. Sayı tapmaq üçün yenə də əvvəlki kimi maddə miqdarının ifadəsindən istifadə edirəm. Demək, N bölünsün Na bərabərdir. M bölünsün molar kütlə. M-in əvəzinə rho-v yazırıq. Rho-v. Bunu N-in öz düsturunda yazsaq məncə daha yaxşıdır. Yəni buradan biz N-i tapaq və o ifadədə yazaq. N bərabərdir M molar kütlə vurulsun Na. Kütlənin əvəzinə rho-v yazırıq. Molar kütlə. Həcmin əvəzinə də SH, yəni səthin sahəsinin dərinliyə hasilini yaza bilərik. Olur rho SH molar kütlə vurulsun Avogadro sabiti.
və bu n 1 saatda olandı. Yəni 3600 saniyədə. Lazımdır tapmaq son nəticə olaraq 1 saniyədəki sayı tapmaq. Və onu da biz n1 ilə işarə eləsək, n1 bərabər olacaq n'in 3600'də 1'ini axtarmış olacaq. Yəni orada yerinə yazıb, mən bu kəmiyyətləri bir də köçürməyəcəm. Buradan hesablayıb yerinə yazıb 3600'ə böləndə cavab olaraq 1,5 vurulsun 10 üstü 19 alırıq. Yəni 1 saniyədə bu qədər su molekulu buxarlanmış olur. Sağ olun.